Salam millət. Mehman Hüseynovla danışacağıq. Bildiyiniz kimi, prezidentin gəlini Alyona Qonçar Əliyeva və onun keçmişi haqqında məlumatlar, prezident ailəsində baş verənlər gündəmi zəbt etdi və hələ də bu mövzu aktualdır, aktualda qalmalıdır. Çünki Azərbaycan prezident ailəsini tanımaq hər bir vətəndaşın borcudur deyərdim. Onların kim olduğunu bilsinlər və mövqelərini nümayiş etdirsinlər. Mehman, salamlayıram. Xoş gördük Tural, xoş gördük izləyiciləri və haqlısan, İlham Əliyevin ailəsi haqda mən düşünürəm ki, hər bir vətəndaşın bu ailəni bilməlidir, kimdir, nəçidir, nə ilə məşğuldur. Çünki hər bir vətəndaşın haqqıdır bunu bilmək. Yəni burada şəxsi həyatdan söhbət gedə bilməz. İlham Əliyev və onun ailəsi ictimai siyasi arenada üzdə olan adamlardır. Azərbaycanın taleyini həll edən adamlardır. Leyla Əliyevanı götürək, Bala Heydəri, Alyonanı, Mehribanı, İlhamı və əgər bunlar Azərbaycanın taleyini, Azərbaycan xalqının taleyini həll edən şəxslərdirsə, deməli hər bir kəs də rahat onların ailəsi haqda hər şeyi bilməlidir. Və üstəgəl də bu hansısa bir demokrat dövlət başçısı deyil. Bu Fransanın, Almaniyanın baş naziri, kansleri, prezidenti deyil. Bu Azərbaycan prezident ailəsidir. Hansı ki 5 dəfə prezident kürsüsündə oturub, hansı ki xalqın varını, dövlətini oğurlayır. Buna heç kəsin şübhəsi yoxdur. Mübahisələndirilməsi məsələ deyil bu. Yəni bu cəhətləri də olduğuna görə və həmçinin Azərbaycan xalqının və siyasətçilərin, aktivistlərin həyatlarını puç etməklə məşğuldur və onların şəxsi həyatlarına da burnunu soxur və hətta şəxsi həyatlarını da bilməyə haqqı çatır Azərbaycan xalqının. Əlqərəz, hamını maraqlandıran başqa bir sual da var. Mehman Hüseynov 4-cü videonu nə vaxt çıxardacaq? Birinci, ikinci videolar Alyona Qonçar Əliyevanın keçmişi haqqında məlumatlar idi, ailəsi haqqında, atası, anası kimdir, onlar barəsində məlumatlar idi. Üçüncü video isə İlham Əliyevin öz ortabab ininə kimi yaşamış qudası Aleksandr Qonçara aldığı, hədiyyə verdiyi villalar, obyektlər, otellər, fabriklər, fermalar barəsində idi. 4-cü videodan nədən olacaq? Yəni düzgün bildirdin ki, birinci hissə Alyona Əliyeva kimdir? İkinci hissə Alyona Əliyeva Bala Heydəri necə təliyə salıb? Üçüncü hissə bu ailəyə verilən hədiyyələr, rüşvətlər. Dördüncü hissədə biz nədən danışacağıq? Bəzən deyirlər ki, Alyona Əliyeva qurbandır, Alyona Əliyeva heç nədən xəbəri yoxdur, Alyona Əliyeva sanki aldadılmış bir mələkdir. Dördüncü hissədə biz onu göstərəcəyik ki, Alyona Əliyeva İlham Əliyev qədər boğazına qədər cinayətin içindədir. Yəni bu adam 18 yaşdan aşağı adam deyil, balaca uşaq deyil. Bu adam mənimlə yaşıddır və bu adam dərk eləyir hansı addımlar atır və dördüncü hissədə də onu göstərəcəyik ki, Alyona Əliyeva burada qurban deyil. Alyona Əliyeva Azərbaycan Respublikasının qanunlarına tüpürərək bütün hüquqları tapdalayıb, bütün hər şeyə tüpürüb, qanun qaydaya tüpürüb və Azərbaycanda at oynadır. Biz göstərəcəyik ki, artıq Alyona Əliyeva hansı qeyri-qanuni hərəkətlər eləyir Azərbaycanda və İlham Əliyev buna göz yumur, baş prokurorluq buna göz yumur, polis buna göz yumur, DTX buna göz yumur. Əməllərindən danışacağıq. Alyona Əliyevanın əməllərindən və qısa bir şey deyim ki, İlham Əliyev bütün aktivistləri, ona qarşı çıxan insanları, sözün düzünü, həqiqətlər deyən insanları necə ləkələyir? Ay nə bilim, sən ermənisən, sənin valideynlərin ermənidir və ya Amerikanın, Avropanın agentisən. Yəni çox mənasız, dəxlisiz bir cavabları olur və biz də həm də bu mövzuya da toxunacağıq. Çünki bu araşdırmalar nəticəsində
DTX-dan DTX-nın necə bu kampaniyaları, yəni müxalif yönlü insanlara qarşı bu erməni damğasını və o kampaniyanı necə aparır, ona da toxunacağam və Hı hı. biz müqayisə eləyəcəyik ki, İlham Əliyev daha çox cinayətkardır və ya Alona Əliyeva daha çox cinayətkardır, yoxsa mən və digər siyasi fəallar. Bax onu biz tərəziyə qoyacağıq. Yəni sensasiyalı məlumatlar yoxdur. Azərbaycan ictimaiyyətinin diqqətini çəkəcək sensasiyanı nəzərdə tuturaq. Əslində ən çox müzakirə olunmalı, diqqət çəkməli məsələ məhz qanunsuzluqlardır və bu haqda əslində biz çox müzakirə aparmalıyıq. Amma gəlin gerçəyi danışaq ki, Azərbaycan xalqı şəxsən mənim də marağımdadır ki, bu adam kim olub, nə olub, niyə bizim gəlib başımızda oturanlardan biri olub, bunun keçmişi nədir? Əxlaqı da maraqlıdır mənə. Əxlaqı, yəni əxlaq təkcə təbii ki, onun belə intim əxlaqını nəzərdə tutmuram mən. Əxlaq həmçinin də ki, bu rüşvətxordumu, qanunsuz iş görürmü, bu da əxlaqdır. Amma məsələ o həyatı da, onun şəxsi, o məsələ həyatı da insanlara maraqlıdır. Nəyə görə həm də maraqlıdır? Çünki bu adamlar axı bizi əxlaqdan dərs keçirirlər. Məsəl üçün, bu adamlar sən düşməninlə qarşı-qarşıya oturmursan daha doğrusu, vuruşursansa və hamı da bilir ki, Azərbaycanda artıq Əliyevlər Azərbaycan xalqını və bizim mühacirləri də düşmən elan edib özünə və biz də istəsək də onlar bizim düşmənimizdir. Düşmən bizə hansı silahla hücum edirsə, vurursa, biz də o silahla ona cavab verməliyik ki, onun silahı ya məhv olsun, düşsün yerə, bu silah ümumiyyətlə istifadə olunmasın, bu yaxşı silah deyilsə, o da istifadə eləməsin. Və bu sənin qarşına, düşmənin sənin qarşına lomla çıxırsa, sən ona sözlə cavab verə bilmərsən axı. Onun qarşısına lomu vuracaq, başını əzəcəksən. O lomun da əlində qalacaq və sənin başını əzəndən sonra başqasının da başını o lomla əzəcək. Çünki o lom onun əlindədir. O lomunu o lomla yəni qarşılıq vermək lazımdır ki, onun lomu qırılsın, düşsün yerə və sən və o başqalarını da onun vasitəsilə vurmasın, əzməsin. Yəni bu silahdır. Bu silahdan istifadə edir. Baxın, görək, bundan sonra Əliyevlər durub kiminsə şəxsi həyatı ilə onu vurmağa çalışsa, birinci ağlı olsa vurmağa, çünki çalışsa həmən adam və yaxud da başqaları çıxıb deyəcək, sən get bir öz ailənə bax, öz gəlininə bax, bu söhbətləri etməyin yeridirmi? Yalan, gerçək bu məlumatları sən öz rəqibin, düşmənin, müxalifətçi haqqında yayırsansa, sən get öz birinci ailənə bax, bundan danışmasan, bu tema sənlik deyil. Bax, bu Alona Əliyevanın keçmiş kimliyi, necəliyi, hansı əxlaqa sahib olması ortalığa çıxmalıydı. Və çıxmalıydı, yaxşı eləmirsən. Yəni, bu mübahisələndirilməsi məsələ deyil. Tam doğru. Əxlaqlı adamın barı sənə bu vasitədən istifadə edib, bu silahdan istifadə edib, sənə qarşı mübarizə aparsaydı, sən bundan istifadə eləməzdin onu vurmaq üçün. Yəni, onun qarşısını lap zəif də görsən, sən bundan istifadə eləməzdin. Axı, bu sənə və millətə bundan istifadə edir. Elədir ki, var. Tural, mən bir şey qeyd edeyim. Hə, buyur. Deməli, sən tam gözəl o simlərə toxundun. İlham Əliyev bizə, ümumiyyətlə, cəmiyyətə seçim verməyib. Misal üçün, İlham Əliyev əgər ölkədə məhkəmələri öz nəzarətinə götürüb, azad mətbuat yoxdur, azad məhkəmə yoxdur, istintaq orqanları ancaq sifarişlə işləyir. Yəni, bizə seçim verməyib ki, kimsə AS TV-də, Real TV-də bizim ailəmizə şər böhtan atırsa və ya hökumət yönlü mətbuatda bizə qarşı çirkin kampaniya gedirsə, İlham Əliyev bizə seçim qoymayıb ki, biz gedək məhkəməyə və bunu məhkəmədə mübahisələndirək və haqqımızı bərpa eləyək. İlham Əliyev bizi şərləyir, həbs eləyir. İlham Əliyev bizi həbsxanada sındırmaq istəyir. İlham Əliyev bizim ailə üzvlərimizə toxunur. Bizim qohumlarımıza şər atır. Sənin, mənim. Və biz bilmirik bu vəziyyətdə necə çıxaq. Məhkəməyə gedsən, məhkəmə deyir ki, elə sənə düz eləyirlər, şərləyirlər. Çıxırsan, polisə şikayət edirsən, polis deyir ki, araşdırmayacam. Prokurorluğa yazsam, deyir ki, araşdırmayacam.
Deməli İlham Əliyev bizə bir seçim qoyur ki, o deyir ki, hörmətli vətəndaşlar, mən ancaq mənim öz dilimdə danışanda o vaxt başa düşürəm. Hı İndi -hı. sənə bir şey deyim. Bax Yəni mən bu döyüşdür, müharibədir. Bunu belə hesab etmək lazımdır, belə qəbul etmək lazımdır. Bu deyək ki, Almaniya deyir ki, seçimlə, məhkəmə ilə və sairələrlə məsələ həll olunsun. Azərbaycan bu məsələləri də kənara atmaq lazımdır. Ölübdür bu temalar. Aha. doğru. Və deməli mənim yatağıma girəndə, Əlin Ağayev ora kameranı qoyanda, çəkəndə, ondan sonra mən atama, qardaşıma bildirmişdim ki, gedin polisə və prokurorluğa şikayət eləyin, araşdırsınlar. Prokurorluq da bizə cavab verib, polis də cavab verib ki, Mehman, biz bu məsələləri araşdırmaq imkanımız yoxdur. Biz araşdırmayacağıq. Bunu bil. Və nə hökumətdən mənə cavab gəldi ki, araşdıracağıq, məhkəməyə müraciət elə, sənə qarşı bu kampaniyanı aparan cəzalanacaq. Bu heç nə baş vermədi. İndi mən ki, Alona Əliyevanın kim olduğunu ortaya qoydum. İndi mən ki, İlham Əliyevin öz dili ilə danışmağa başladım. Mənə zənglər, telefonumu açım. Bakıdan zənglər dayanmır. Ki biz araşdıracağıq bu sənin yatağına kim kameranı qoyub. Biz Atanı, sülhə səni qardaşını çağırırıq. oğurlayanları tapacağıq deyiblər. Bəli, biz sənin ailə üzvlərini oğurlayanları tapacağıq. İlham Əliyev nəzarətə götürüb. Biz sülh istəyirik. Səni kimsə bizə qarşı qaldırıb. Səni kimsə o daxili məmurlardan kimsə sənə ay nə bilim xətrinə dəyib. Biz indi başlayacağıq araşdırmağa. Dayan. Bax görürsünüzmü? Mən əvvəllər deyəndə ki, araşdırın. Məhkəmə araşdırsın, prokurorluq araşdırsın, polis araşdırsın. Siz deyirsiniz ki, bunu araşdırmayacağıq. Get. Kasetlərin var, ya bizlə əməkdaşlıq eləyəcəksən, ya da ki, yayacağıq. Və prezidentin köməkçisi Fuad Ələsgərov da bunu təsdiqləyir, eləmi? Hətta 100%. təsdiqləyir. Hələ də vəzifədə qalıb o. Hələ də vəzifədə qalır. Yəni burada bir qərar var ki, İlham Əliyev bilirdi nə baş verir, İlham Əliyevin razılığı ilə bu baş verib. İndi məsələ çərçivədən çıxandan sonra burada artıq qanuni, hüquqi, etik çərçivədən çıxandan sonra bunlar başlayıblar mənə elçi düşməyə ki, sən Allah dayan, səhv eləmişik, araşdıracağıq, cavab verəcəyik. İndi artıq bu gecdir. İndi mən əvvəlki bir efirdə demişəm ki, İlham Əliyev və Azərbaycanda elə bir çıxış yolu var ki, yəni Azərbaycan o qədər unikal, o qədər maraqlı ölkədir ki, ölkədə ancaq basana, vurana, güclü olana dəyər verirlər. Ondan qorxurlar. Yəni İlham Əliyev düşünürdü ki, biz zəifik, bizim əlimizdə ona qarşı heç bir informasiya, həqiqət, fakt yoxdur. İlham Əliyev çox rahat idi, amma biz göstərdik ki, bu son, bax görsənmi, 2-3 həftədə ancaq gündəm nədir? Alona Əliyeva. Bu həm sənin gücündür, həm mənim, həm digər blogerlərin. Biz İlham Əliyev milyonlar xərcləyir dövlət televiziyasına, mətbuata, öz tula jurnalistlərinə 2000-3000 manat paket verdiyi jurnalistlərə. Amma bu məsələdə uduzdular. Bu məsələdə çıxış yolu tapa bilmədilər. Yəni biz göstərdik ki, qaldılar abırsızlıqlarına. Doğru. Həqiqətən mən bu günləri görürəm Mehman. İndi də Gəncəyə aparıblar. Leyla Əliyeva, Anar Ələkbərov və Alona Əliyeva gediblər Gəncəyə. Orada nə bilim kofe aparatda bişirirlər, nə bilim nə süzürlər, əhək daşı, nə bilim nə və sanki heç nə olmuyor. Vesebet sürür. Baxın, mən görüntülər göstərəcəm və oradan verilən bir məlumatda diqqətinizə çatdıracağam. Dəhşət bir hadisə olub. Bunu short video ilə çəkmək istəyirdim, mən çəkəcəm də. Gedib orada vesebet verir, uşaqlarla görüşür və salıblar abırsızlıqlarına da. Yəni sanki bir heç nə olmamış kimi.
Mən bir dəfəsində demişdim, bunu əslində ölkə başçısına İlham Əliyevə bir mükafat təyin etmək lazımdır. Bir mükafat təyin etmək lazımdır. O yaxınlarda Birləşmiş Ərəb Əmirliklərində insan qardaşlığı mükafatını alıb, amma bir dənə də mükafat vermək lazımdır və bu ad da onun üstünə yapışır. Dəvəquşu prezident. Çünki dəvəquşunun bir misalı var. Dəvəquşu başını soxur torpağın altına, əyilir aşağı və onda bir xüsusiyyətdir bu. Daha doğrusu belə bir məsəl artıq ortaya çıxıb və arxasından xəbəri olmur. Arxası yuxarıda qalır, dəvəquşu da hündürdür axı. Başını salır aşağı, elə bilir ki, başı yerdədir deyə və bunun da bütün bədəni də ancaq başından ibarətdir. Arxasını görmür. Arxasını heç kəs görmür. Elə bilir ki, arxasını heç kəs görmür. İndi prezident İlham Əliyevə dəvəquşu prezident adını vermək lazımdır. Bu elə bilir ki, ya elə anlayır, ya buna elə deyirlərmi ki, cənab prezident, hər şey yaxşıdır. Zahid Oruc axı onun belə deyək də, ictimai image makerdir. Belə deyək də, ictimai fikirləri ona görə çatdırır. Nə bilim, Hikmət Hacıyev deyir ona, nə başa salırlar, xalq həqiqətən də onu istəyirmi, heç nə görmürmü, Mehmanın, Turalın videolarına elə 3-5 marginal adam mı baxır? Yəni, bu xəbəri yoxdur və özlərini vururlar abırsızlığa, sanki heç nə yoxdur. Heç nə olmayıbdır da. Yenə Alyona Əliyeva müqəddəs bir məxluq kimi aparırlar meçdə, yox deyirlər, təsdiq eləməyə çalışırlar ki, yox bu əslində dindardır, Azərbaycanın əxlaqına, dininə mənsub biridir, yoxsa bu, nə bilim, uşaqlarla şəkil gedir, çəkdirir. Bu görüntülər də mən görsədim, Gəncədən olan görüntülərdir və gedib, deməli, keçənlərdə Mehman, yəqin sən də gördün, ilk dəfə sənin ifşalarından sonra çıxartdılar. Bir həftədən sonra qərara gəldilər ki, yox, biz bunu yeməliyik, atmalıyıq peysərimizə. Doğru. Atdılar peysərlərinə, bir həftədən sonra apardılar güya əlillər evinə. Orada bir 25-30 yaşında əlildir və oğlanı qucaqlayır. Güya bunun əvvəllər qucaqladığı şəxs də deyil də, yəni əlil olubdur, belə cəmaata fikir formalaşdırmaq istəyirlər ki, normal bir şeydir, nədir bu? Bir dənə qucaqda şəkil çəkdirməyibdir. Mən başqa cür bunu düşünürəm. Mən buradan bir fraqmenti məlumatı çatdıracam, buyur. Gəncədən xəbər verir. Deməli, mən başqa cür düşünürəm. Mən düşünürəm ki, İlham Əliyev və əminəm ki, hər şeydən xəbəri var. İlham Əliyev daxildə kabinetin o qapıların arxasında Əli Nağıyevi necə qapazlayır, Ceyhun Şadlinskini, vilayəti aləm deyib, amma çıxış yolu tapamırlar. Mən düşünürəm ki, bax bu Alyona Əliyevanın reklamı, məscidə aparmağı, uşaqlara velosiped hədiyyə eləyib və s. Bu bizə cavabdır. İlham Əliyevin bizə cavab verir ki, mən daha çox pul buraxacam, amma yəni Alyona Əliyevadan vaz keçən deyiləm. İndi məsələ nədir? İlham Əliyev gör necə şəxsiyyətsiz adamdır ki, o əvvəllər bu olmayıb. Alyona Əliyevanı Gəncəyə aparanda şəhid analarının yanına aparıb. Onun imicini gör necə təmizləmək istəyir. Yəni bu adam, ay cəmiyyət, siz deyirsiniz ki, bu pozğundur, əxlaqsızdır, qucaqlarda olub, amma həm də şəhid analarını istifadə edərək onların yanında şəkil çəkdirir, bunu paylaşır, ay nə bilim, şəhid anasını qucaqlayır. Sanki bu bir mələkdir. Yəni bütün bu bizə cavabdır. Yəni bu planlaşdırılmayıb ki, ASTV-də bunu insanlara göstərsin ki, baxın, Alyona uşaqlara velosiped alıb, Alyona məscidə gedib. Bu bizlə İlham Əliyev belə hesablaşır. Çox mənasız və düşük hərəkətdir. İlham Əliyevin əgər vicdanı, qeyrəti, namusu olsaydı, özü bir açıq müşavirə keçirərdi və açıq aydın deyərdi ki, biz belə qızı qəbul eləyirik, biz o Təminə Zaurdan bir stat var da, biz bunu belə qəbul eləyirik, Heydər Əliyev, balaca Heydər Əliyev kişidir, kişi nümunəsini gətirib. Amma bütün günü bizim şəxsi həyatımıza burun soxan, bizə şər atan, bizə ləkə yaxan, namus qeyrətdən bu xalqa dərs keçən İlham Əliyev hələ də ağla batan cavab verə bilmir. Və biz də
o bizə şər atır, bizim ailə üzvlərimizə, bizim şəxsi həyatımızla bağlı bizə şər atır. Amma biz faktlarla göstərdik ki, elə ölkənin ən böyük əxlaqsızı, namussuzu, qeyrətsizi elə İlham Əliyevin özüdür. Biz bunu faktlarla sübut elədik. İlham Əliyev bizə cavab verə bilmədi və İlham Əliyev indi şəhid analarını, balaca uşaqları, əlil uşaqları, bax fikir ver ha, hansı addımları atır. Belə deyək də, Şəhid həssas ailələri ilə heç vaxt Alyona Əliyevanın birgə görüntüsü olmayıb, getməyib. olmayıb. 2022-ci ildən bəri 4 ildir ki, belə bir şey olmayıb. Çox həssas məqam yaranıb. Özünü təmizə çıxartmaq üçün şəhid müqəddəs ailəsindən, şəhid adından istifadə edir. Tam Yəni bu doğru. əxlaqsızlıqdır. Bu tam böyük əxlaqsızlıqdır. Deməli, əlil uşaqlardan istifadə eləyir, şəhid analarından. Bax, indi görəsən, gələn həftə biz yenə kinomuzu buraxandan sonra, bu mövzu yenə aktual olandan sonra qazilərlə görüş keçirdəcək, qaziləri də qucaqlayacaq, sanki bu qazilərin qayğısına qalan bir mələkdir. Biz artıq bilirik, amma bu düşüklükdür, bu ən böyük əxlaqsızlıqdır. Biz demirik ki, ay İlham Əliyev, çıx bizə cavab ver ki, niyə bu qucaqlarda gəzib, niyə bu adet? Biz deyirik ki, ay İlham Əliyev, Bunu gözümüzə soxma. bizi gözümüzə soxma və niyə bu adam dövlət büdcəsindən qidalanır, özünə bahalı geyimlər alır? Niyə bu adam Azərbaycan xalqının taleyini həll eləməlidir? Niyə bu adam Alyona Əliyev Azərbaycanın gələcəyini həll eləməlidir? Niyə bu adam gəlib vəzifədə oturmalıdır, bizə qanunlardan danışmalıdır? Niyə bu adam Azərbaycan dilini bilməyə gəlib Azərbaycan alimlərinə Azərbaycan dili adlı leksiya keçməlidir, dərs keçməlidir? Bax, bu qəbul edilməzdir. Bu xalq bunu qəbul etməməlidir. Biz imkan verməməliyik ki, Alyona Əliyeva kimi həm savadsızlar, həm əxlaqsızlar, həm rüşvətxorlar, korrupsionerlər gəlib bu ölkənin başına keçsin. Mehman, sən bilirdinmi ki, Alyona Əliyeva Heydər Əliyev fondunda hətta icraçı direktor Anar Ələkbərovdan daha üstün bir mövqeyə malikdir. Dəyərli izləyicilər, yeni qoşulanlar, xahiş edirəm ki, videonu bəyənin, paylaşın, daha çox insan izləsin və Azad Söz kanalına, Sancaq Mediaya, Mehman Hüseynov kanalına abunə deyilsinizsə, abunə olun. Alyona Əliyeva Heydər Əliyev fondunda, bilmirəm konkret vəzifəsinin adı nədir, amma hətta Anar Ələkbərov ona məruzə edir. Hətta Anar Ələkbərov ona görülən Heydər Əliyev fondu adından görülən işlər barəsində məruzə edir, danışır. Bu görüntülər də əvvəl yox idi, bilmirəm Anarla, yəni Alyona niyə bu qədər yaxınlaşıblar və görürəm Alyona özünün Instagram hesabında Anarla şəkillərini belə xüsusi bəhbəhlə paylaşıb, ya bu şəkillər oradan götürülüb, bir neçə şəklini paylaşıb, əvvəllər belə yox idi. Bu da maraqlıdır. Mən ümumiyyətlə prezident ailəsində heç nə baş verəcək, heç nə məni təəccübləndirməz. Hansı ki, sən deyəndən sonra ki, Azər Əliyevlə əvvəllər münasibəti olub, mənim heç nə təəccübləndirməz mənim. Və orada bir vəzifəli şəxsdir. Heydər Əliyev fondu sizə elə belə gəlməsin, ha? Bu da şişirdilmiş bir rəqəm göstərici deyil. Heydər Əliyev fondu Azərbaycan dövlətinin büdcəsi ilə paralel bir büdcəyə malik olan və sirli, gizli və maliyyəsinin hesabatı olmayan bir fonddur. Başa düşürsünüz? Bu fondun üstünə oturub və bu fondda özü ilə bərabər Alyona Əliyeva Ukraynadan gətirməyibdir. Bu fondun pulu polis zorakılıqları ilə yığılan pullardır. Ölkədə rüşvət pulu ilə yığılan pullardır. Neft atqatlarından qalan pullardır. Heydər Əliyev fondu Azərbaycanın dövlət büdcəsi 17-18 milyard dollardır nədir? Heydər Əliyev fondu Azərbaycan dövlət büdcəsindən daha artıq pula malik olan bir fonddur. Siz başa düşürsünüz, bunun üstündə oturub bu. Bu elə belə adam deyil. Bu elə belə adam deyil. Bunun haqqında da danışmaq
İlham Elədir Əliyev ki, qədər var. danışmaq bizə haqqımız çatır. Elədir ki, var və ən maraqlı detal bilirsən nədir bütün bu görüşlərdə? Bütün bu görüşlərdə Alona Əliyevanın o reklamını aparan şəxslər, Alona Əliyevanın video kontentini yaradan şəxslər bir dəfə də olsun bizə Alona Əliyeva nə dilində danışır, onu təqdim eləməyib. Yəni bütün Alona Əliyevanın videoları ya musiqi ilə yola salınır, ya da ki səssiz verilir. Mən əminəm ki, Anar Ələkbərov ona, yəni Alona Əliyevaya, İlham Əliyevin müavini Anar Ələkbərov ona rus dilində hesabatı verir. Təsəvvür edirsən Əlbəttə. bu necə faciədir, bu necə bədbəxtçilikdir. İlham Əliyevin müavini Anar Ələkbərov deməli Alona Əliyevaya Azərbaycan dilində yox, məhz rus dilində ona hesabatı verir və biz indiyənə qədər görməmişik ki, Alona Əliyeva Azərbaycan dilində bir kəlmə desin. Ay nə bilim, mən onun bütün videolarını tapmışam. Videoları var məndə, rus dilində danışır. Amma Azərbaycanda olan videoları bu gedib şəhid ailəsinin yanına, gedib kofe dəmləyib, gedib yemək bişirib, uşaqlara tort bişirib. Hamısında ya video səssiz verirlər, ya foto verirlər, ya da ki mahnı qoyurlar. Yəni bir dəfə də olsun. Nəyi qoyub, nəyi axtarırsan? Bu Azərbaycanda doğulan Leyla Əliyevanın heç danışıq videolarını paylaşmırlar ki, biabır olacaqdır. Hələ bu dəhşətdir. Bu dəhşət və İlham Əliyev bütün bu fonunda, bütün bu biabırçılıq fonunda çıxıb ASTV-də müsahibə verir ki, biz ana dilimizi qorumalıyıq, bizim ana dilimiz Azərbaycandır və Azərbaycan dilini hər kəs bilməlidir. Amma öz ətrafında, ailəsində olan adamlar nəinki Azərbaycan dilini, heç soruşsam bunlar nə dili? Nə rus dilini bilirlər normal, nə mən bilmirəm bunlar elə necə bir-birini başa sənin mənim düşürlər. dilimi bilirlər. Sənin mənim dilimi bilirlər, biz də o dillə onlar başa Biz də o dildə danışırıq. Ona görə də Anar Ələkbərov orada vacib fiqurdur. Görürsünüzmü? Bax o Gəncəyə səfərə gedib. Amma Gəncənin icra başçısı Niyazi Bayramov ona gördüyü işlərlə tanışlıq eləmir. Onu müşahidə edən, onu yanda gəzdirən Anar Ələkbərovdur. Anar Ələkbərov da rus dilli şəxsdir və Alonanı sırf bütün bu hesabatları Alona ilə informasiyanı paylaşmaq üçün rus dilində təqdim edir və ona görə də Anar Ələkbərov onun yanındadır. Yəni orada başqa Vilayət Eyvazov onun yanında gəzənməzsin ki, gərək buna rus dilində başa salsın. Vilayət Eyvazov onun arxasında gəzir, yəni qoruyur. Düşünürsən ki, onda qeyrəti və imicini də qoruyan Anar Ələkbərovdur, yoxsa yox? Anar Ələkbərov kimdir ki, onun qeyrətini qoruyur? Mən düşünürəm ki, hər şey vaxtı ilə üzə çıxacaq. Anar Ələkbərov ümumiyyətlə onun əsl vəzifəsi İlham Əliyevin müavinidir, köməkçisidir. Amma Anar Ələkbərov mən deyərdim ki, İlham Əliyevin dayəsidir. Yəni bu Sumka daşıyanı. Bu Leylanın yanında olur, Arzu və deməli Alonanın yanında. Onun funksiyası odur ki, rus dilində tərcümə eləmək, tərcüməçi işləyir, sumka daşıyır. Yəni mənasız işlərlə məşğul olur. Elə ondan sonra İlham Əliyev onu vəzifədən çıxartsın, desin ki, Anar Ələkbərov mənim ailəmin dayəsidir və biz də işimizi bilək. Mən heç də şübhə etmirəm ki, gələcəkdə Anar Ələkbərov ola bilsin ki, Leyla ilə, Arzu ilə, Mehribanla, Alona ilə hər hansı bir münasibətdə ortaya çıxsın, hər hansı bir ortaq cinayəti ortaya çıxsın. Bu vaxt göstərəcək. Yəni mən artıq bu olsa demişkən, bu olsa, bu çıxsa təəccüblənməyəcəm. Amma məncə gözləməliyik və bu bir gün pırtlayıb ortaya çıxacaqdır. Və xarici ölkələrin kəşfiyyatlarına da, yəni bu konkret əlimdə məlumat, fakt yoxdur, sənəd də yoxdur, amma bu ortada olan bir şeylərdir də. Yaxşı da hər kəsin də istədiyini verir ki, o xaricdəki xarici kəşfiyyat falan da
bu məlumatları yaymasın, yazmasın. Bu Heydər Əliyev siyasəti idi, bu KKB siyasəti idi ki, sən kimisə əlinin altında vəzifədə saxlamaq və istədiyin kimi o vəzifəni idarə etmək üçün qanunlara tüpürsün, sənin dediklərini yerinə yetirsin. Şantaj materialları, kompromatlar əlində saxlayırdı. İndi xarici ölkələrin, xüsusən də Rusiya və s. Əlində Əliyev ailəsi barəsində çox kompromatlar var. Səhərsi gün bir şey olanda bir də gördün ki, Leyla xanımın da haqqında bəzi məlumatlar ortaya çıxdı, bəzi faktlar ortaya çıxdı. Mən biraz əvvəl dedim ki, Alyona Əliyeva oturub Heydər Əliyev fondunun üstündə. Baxın, onun Instagram hesabıdır. Mən Instagram hesabını təbliğ etmək, reklam etmək fikrində deyiləm. Onsuz da onlar çoxlu pul xərcləyirlər hər gün. Məni blok edib Instagramda. Bax, bu səhifə məni blok edib. Hə, mən blok eləməyib. Yəqin orada şərh falan yazmısınız, yoxsa. Hə. Baxın, yazılıb Heydər Əliyev fondu. Heydər Əliyev fondu bunun iş yeridir. Yəni, bu iş yerində orada da hansı bir katibə funksiyasını yerinə yetirmir ki, bu ailənindir bu fond. Bu fondun üstündə oturub pulunu yeməklə məşğuldur. Yəni, ona görə də bizim danışdıqlarımız, dəyərli dostlar və hökumətin hörmətsiz trolları qeybət deyil. Bu, qeybət deyil, hesabat tələb etməkdir ki, bu pulların üstündə niyə oturmuşsunuz? Niyə hesabat vermirsiniz? Hardan gəlir Heydər Əliyev fondu? Niyə Heydər Əliyev fondu bunun bahalı çantalarına xərclənməlidir? Hə? Bunu soruşuruq biz. Dəyərli izləyicilər, yeni qoşulanlar, xahiş edirəm, videonu bəyənin. İndi gülməli bir hadisəni danışacağım Gəncədən. Deməli, bu günləri elə mənə Gəncədən biri yazıb, bilmirəm, saxta hesabla yazılıbdır və sonradan baxıram ki, həqiqətən də yəni bir real bir şəxsdir. Heç mənim xəbərim yox idi ki, Alyona Əliyeva ümumiyyətlə Gəncəyə gedib, hələ şəkillərini falan paylaşmamışdı. Bu şəkilləri də görməmişdim. Uşaqlarla görüş olub və onlara vəsabət verib, bilmirəm nəsə. Deməli, uşaqlardan biri deyib ki, mən sizin şəklinizi internetdə gördüm və başa düşməyib nə deyib, Azərbaycanca deyir. Bu da deyib, gülə-gülə yanındakına deyib, bilmirəm yanındakı da kimdir. Deyib ki, şeydir, что он говорит, rusca deyib, gülə-gülə, başa düşmür axı Azərbaycan dilində. O da deyib, yanındakı da deyib, heç nə, uşağı da götürüb aparıb. Sonra mən hardan bilmişəm, yəni bu nətər gəlib xəbər çatıb. Sonra da bu uşağın valideynini tapıblar, çağırıblar edəndə, bilmirəm, evinə gedəndəmi, ya aparımındanmı, nəysə. Danlayıblar ki, sizin uşağınız nə danışıbdır, bilmir o kimdir, nə danışır, nə demək istəyib, yaxşı ki, xəbəri olmayıb, başa düşməyibdir, Alyona Əliyeva bu nə deyir. Yəni, sənin yəqin ki, videolarını, sənin keçmiş şəkillərini nəzərə tutur. Yoxsa, çünki Azərbaycan gündəmini, mediasını tapan o şeydir, bunlarla tanınıbdır. Alyona Əliyeva bəlkə heç bəzi ucqar kəndlərdə tanımırdılar kimdir. Sənin onun ifşasından sonra sayəmizdə. Uşaqlar da bilmir axı, uşaq bilmir axı nə baş verib, nədir. Elə bilib normal bir şeydir. Elə bilib ki, sevinəcəkdir Alyona Əliyeva bunu deməklə. Səni aləm tanıyır. Misalı burada ortaya çıxır. Və yəni gedib həmən uşağın valideynlərinin yaxasından yapışmayın ki, bunu mənə məlumatı göndəriblər. Valideynləri falan deməyibdir mənə. Yəni, artıq o qonşuluğunda olan söhbətlər gəlib çatıbdır. Yəni, belə bir hadisə də olub. İşin də məzəli tərəfi odur ki, qız qayıdıb deyib ki, yəni, Alyona da, что он говорит, gülə-gülə. Bu biabırçılıqdır və məsələ bilsən nədir? Mən əvvəllər də bunu araşdırmışdım. Alyona Əliyevanı indi misal üçün, o Gəncəyə səfər edirsə və ya başqa rayona və ya uşaq evinə səfərə gedirsə, bunu qabaqcadan elan eləmirlər. Yəni, o Gəncəyə gəlirsə, birdən-birə spontan gəlir, gedir. Gəlir, gedir. Misal üçün, əvvəllər bir 50-lərin işlədiyi bir restorana gedib, kofe şopa gedib, onlarla kofe dəmləyib və s. Məlum olub ki, o hadisə həmin gün olmayıb. Yəni, bu hadisə kafe şopa gedib, 50 uşaqlarla restoranda olmağı bir neçə gün əvvəl baş verir, lakin onu
2-3 gün sonra bunu təqdim edirlər ki, baxın, bu adam gedib uşaq evini ziyarət eləyib və s. Yəni artıq İlham Əliyevin o siyasəti də onun üzərində qurulur. Sən bilirsən də, İlham Əliyev bəzən otelin açılışını eləyir, sonra ASTV-də bu gün təqdim eləyir, amma əslində bu bir ay bundan qabaq açılış eləyib və sən də dəfələrlə demirsən də, Bodrumda gedib dincəlir. Biz də ASTV-də görürük ki, bu otellərin açılışındadır. Qarabağda deməli gedib obyektlərin açılışında iştirak edir, amma adam Azərbaycanda deyil. Adam gedir Bodrumda Balaca Heydərin yanında dincəlir və artıq bunu Alyonaya da şamil edirlər və bu da normal şey deyil. Yəni Alyona Əliyeva nədən qorxur, nədən çəkinir? Niyə bunun informasiyalarını, bunun addımlarını gizlədirsiniz? Niyə bunun qabağına öyrədilmiş adamları çıxardırsınız? Yəni İlham Əliyev o qədər zibilin içindədir ki və hal-hazırda yenə deyirəm ki, 15 gündür ki, bu adam bu bataqlıqdan necə çıxmalıdır, nə cavab verməlidir, bu haqda heç nə deyə bilmir. Real TV susur, ASTV susur, Mirşahin susur, Tula Media susur, cavab verə bilmirlər. Sanki bunlar ölüblər, bunları bastırıblar, amma yaxşı haldır. Nə cavab versinlər? Nə cavab versinlər? Cavab verməyə çalışırlar ki, ya bunlar şəkillər saxta montajla düzəlmiş şəkillərdir. Yəni bir neçəsi dedi bunu, amma yəni Mirşahin Ağayev prezidentin ailəsinin qeyrətini qoruya bilmədi, imicini qoruya bilmədi, heç biri qoruya bilmədi və cavab verməyə bir şey də yoxdur axı. Və qərara gəldilər ki, sussunlar. Susmaq da nəyin əlamətidir? Qəbul edirlər. Peşərliyin əlamətidir. Qəbul eləsinlər. Lakin bütün bu İlham Əliyevin addımları bizə mane olmayacaq. Biz öz işimizi davam elətdirəcəyik. Alyona haqda bizdə çoxlu informasiyalar var və hər informasiyanı paylaşdıqca bizə əlavə informasiyalar ötürülür. Mən yenə də bu işdə bizə dəstək olan İlqar Hacıyevə, digər dostlara təşəkkür edirəm. Bizə, sənə informasiyaları ötürən insanlara təşəkkür edirəm. Heç kəs qorxmamalıdır. Əgər siz öz adınızı, mənbənizi gizlətmək istəyirsinizsə, sadəcə bildirirsiniz ki, bu informasiya var, mənim adım olmasın, adım ortada olmasın, paylaşın. Azad sözlə, sancaqla, hər kəsdən əlinizdə olan informasiyanı paylaşın. Əgər bizim əlimizdə İlham Əliyeva və onun komandasına qarşı daha çox informasiya, məlumatlar olacaqsa, bu deməkdir ki, İlham Əliyevin sonunu daha da tezləşdirə bilərik. Odur ki, bu vətəndaşlardan da asılıdır, bizdən də asılıdır. Əlin Ağayevin, Ceyhunun, Vilayət Eyvazovun həyətində onların qohumlarının evində işləyən fəhlələr, bağbanlar, dayələr bizlə daimi deməli əlaqəyə keçin, bizlə informasiyaları bölüşün və mən düşünürəm ki, nəticə çox yaxşı olacaq. Necə ki, indi biz İlham Əliyevi diz üstünə qoya bildik. İlham Əliyev hər gün bizi izləyir, bizi hər gün narahatdır, hər gün düşünür ki, sabah onun ailəsi haqda nə ortaya çıxacaq. Demək ki, biz düz istiqamətdə gedirik. Odur ki, bax, bizə informasiyalar, əlinizdə olan informasiyalar varsa, əlinizdə olan datalarınız varsa, bölüşün. Qorxmayın, cəsarətli olun. Və özün də yəqin görürsən, Mehman, əvvəlki kimi deyil daha. Artıq Azərbaycan xalqı oyanıbdır. 1-2 il əvvəlki Azərbaycan xalqı deyil ki, İlham Əliyev onların başını Qarabağ nağılları ilə qatar, Qarabağa gedir, orada 3-5 şəxslə görüşür, vətənpərvərlik sözləri ilə cəmaatın başını allatsın. Yox, vətənpərvərlik söhbətləri qarın doyurmur. Vətənpərvərlik söhbətləri insanlara haqq vermir, haqlarını bununla
istismar edirsən sən və valla mən bunu gözləmirdim. Mən sözün açığı 2023-cü ilə kimi, 24-ə də kimi hansı ki seçki oldu, həm parlament seçkiləri, həmçinin də ki prezident seçkiləri, o vaxta kimi, hətta o vaxt belə 2024-cü ildə də deyirdim ki, çox zəifləmişik. Yəni xalq, biz deyərkən mən həm də xalqı nəzərdə tuturam. Çünki biz xalqın adından danışırıq. Biz xalqıq, xalq da bizik. İnsanlar artıq yəni Əliyevə də heç nə demək istəmirlər. Həqiqətən bu Qarabağ söhbətləri ilə insanları inandıra bilib, yox, indi tamamilə dəyişibdir. İndi tamamilə dəyişib, mənim və insanların, xeyli insanın ümidi artıb. Artıb ki, bunlar gedə bilər, çünki mütləq əksəriyyət artıq təkcə susmaqla kifayətlənmir. Bizə baxmaq, bizim kanallarımızı böyütmək, bizə like atmaq, bu bir etirazçı adam deməkdir. Məsəl üçün, bizdə YouTube kanalının abunə sayı hər ay minimum 5000 artır və 814 mindir sonuncu baxdığım. Bu kanala abunə olan, düyməni basan adam, bu o demək istəyir ki, mən Əliyevə nifrət edirəm. Yəni bu kanal elə belə bir hansı bir media kanalı deyil ki, desin ki, burada reklam, burada nə bilim idmandan danışılsın, burada maraqlı söhbətlər olsun, burada həm də siyasət olsun, həm başqa şey olsun. Xeyr, burada bütün videolar yalnız Əliyev rejiminə qarşı tənqidi çıxışlar, nə bilim araşdırmalar və s. bunlardır. Yəni Əliyevi xoşlayan adam niyə 814 min YouTube-da adam olsun? Hə? Hələ bu mənim göstəricimdir, başqalarının göstəriciləri var. Biz əslində zəif olmalıydı. Bizim videolarımıza baxış olmamalıydı. Bizi dəstəkləyən adam olmamalıydı. Amma bizi varsa hətta bizi ən radikal qəbul edir Azərbaycan hakimiyyəti də. Görün nə qədər sizdən bezibsə, yəni bizi qəhrəman elan edirlər, danışırlar, deyirlər, yazırlar, deyirlər ki, bunlar bizim deyə bilmədiklərimizi deyirlər, ürəyimizdən tikan çıxardırlar və bizim də izləyicilərimizin sayını artırırlar. Burada özümüzü tərifləmək məqsədindən demirəm. Sadəcə olaraq faktdır, realdır, göstəricidir bu. Və bu Əliyev papağını qabağına qoyub fikirləşməlidir ki, yox, mən xalqa işləməliyəm ki, doğru olmalıyam ki və onların dedikləri ilə razılaşmalıyam ki, yaxşı olun bunların bir sözü olmasın mənə deməyə. Maşallah, bizim sözümüz hər gün qutarmır da. Yəni, bu deyirlər ki, bəzən trolllarda yazır ki, sizin söhbətiniz desən qutarıb, trollar yazırlar onu. Amma Əliyev o qədər işlər görür ki, xalqın əleyhində. Bizim hər dəfəsində danışmağa sözümüz var. Yəni, mən fikirləşmirəm ki, bu günləri durum nə danışım mən? Səhər oyanırsan, baxırsan ki, falan şey falan oldu, falan şey falan oldu. Danışmağa o qədər tema var. Başa düşürsünüz, bu temanı da yaradan Əliyevin öz hakimiyyətidir, rejimidir. Və biz tam doğru. Güclüdür. Və sən demişkən, bu məsələdən sonra mən görürəm də, əvvəllər biz misal üçün polis haqda video paylaşanda, Əliyev haqda video paylaşanda insanlar şərh yazmağı, baxmağı belə çəkinirdilər. Bu məsələdən sonra bir ümid yaranıb, insanlar həvəsə gəlib, insanlar artıq cəsarətlənib, insanlar fikirləşdiyi şərhləri yazırlar, insanlar like edirlər və mən düşünürəm ki, biz insanların qəlbində, ürəyində bir ümid yaratmışıq. Bu, mən demişdim də, bu son deyil, bu sonun başlanğıcıdır. Əsas burada insanlar təşkilatlanmalıdır, insanlar cəsarətlənməlidir, insanlar həqiqətləri bilməlidir. Yəni, biz davam eləsək insanlara həqiqətləri çatdırmaq, bir o qədər çox İlham Əliyev də narahat olacaq. Və mən düşünürəm ki, necə ki, Alona Əliyeva ilə bağlı bizə bu gün məlumat gəlib, bir gün elə bir əlimizə məlumatlar gələcək ki, onu yaydıqdan sonra İlham Əliyev gecə ilə ölkədən qaçacaq. Düşünmədən, yəni İlham Əliyev həm də bu məsələlərdə bir şeyi başa düşdüm. İlham Əliyev çox qorxaq adamdır, çox zəif adamdır. Mən başa düşdüm ki, İlham Əliyev bütün qonşu dövlətlərdən qorxur, onlardan asılıdır. Niyə buna əminəm? Çünki bizdə 0,001%
onun ailəsi haqqında məlumat var. Amma sən demişkən, bu Putinin əlində görünələr var, Rus kəşfiyyatının, Türk kəşfiyyatının, İran kəşfiyyatının, Gürcüstan və digərlərin əlində görünələr var. Mən həm də bir detala toxunmaq istəyirəm. Bax, son illər bu İlham Əliyev Bala Heydəri Bodrumda Ərdoğanın yanında saxlayır və orada həkimlərin nəzarətində saxlayır. Bu adam balaca Heydər Əliyev söhbət gedir. Daimi həkimlərin nəzarətindədir, daimi dairələrin nəzarətindədir, daimi tibbi personalın nəzarətindədir. Bax, İlham Əliyev görün necə həyasız adamdır ki, bu həkimlərin nəzarətində olan adam bilir ki, oğlu xəstədir, oğlu özünü idarə edə bilmir, oğlu müstəqil şəkildə gəzə bilmir, müstəqil şəkildə yemək yeyə bilmir. Amma yenə də o acgözlüyündən əl çəkmək istəmir də. Yəni o acgözlük deyək də onu. Yəni xəstə uşağı, Bala Heydəri, ay nə bilim Odessadan qucaqlarda gəzən adamı yenə də gətirib bizim başımıza qoymaq istəyir. Yəni İlham Əliyev bunu bağışlamaq olmaz. Bunu bağışlamaq olmaz. Və İlham Əliyev əmin olsun ki, bir gün onun Bala Heydərin Bodrumda nələr eləyir, hansı əməlləri var, hansı çirkin əməlləri var. Bu da bir gün gəlib bizə çatacaqdır. Yəni İlham Əliyev bilsin ki, həyat bir bumerangdır. Əlbəttə düşünmədən. Yəni burada kimsə deyibsə ki, İlham Əliyev misal üçün Ruslara belə kəllə-kəllərlə Putinlə gəlir. O boş söhbətdir. Yəni İlham Əliyev heç zaman nə Ərdoğanla, nə Ruslarla, nə Putinlə sərt dili ilə danışa bilməz. İlham Əliyev bilir ki, cavanlığı Moskvada, kurtka satan yerdə, bazarlarda, Türkiyədə qumarxanalarda keçib. İndi görün bu adamların əlində nə var. Yəni ASTV çıxıb deyəndə ki, İlham Əliyev Ruslara söz göndərdi, Ruslara nota göndərdi. Bilin ki, bu oyunlardır, bu şoulardır. Necə ki, indi Alona Əliyevanı bizə şou nəticəsində, ay nə bilim, bu mələkdir, bu məscidə gedib, bu şəhid analarının yanına gedib. Gələcəkdə mən düşünürəm ki, hələ ən maraqlı şoular qarşıda olacaq. Alona Əliyeva qaziləri ziyarət eləyəcək. Alona Əliyeva qazini alnından öpüb onu müalicə elədi. Ay nə bilim, Alona Əliyeva. Hə də bax, bunlar olacaq. Bunlar olacaq. 80 manat verdiyi qazilərdir. Və o şəhid ailəsinin yanına mən bayaq sumkasını araşdırdım. 3000 avro, 6000 manat, deməli geyimi 6000, bir 30-40 min manatlıq geyimi ilə bunun hələ mühafizəsini demirəm, bunun hələ kartecini demirəm, bunun sırğasını demirəm, üzüyünü demirəm. Bu bir 200, özünə 100-200 min manat maya qoyub və gedib 11 min manat, 4-dən bir sumkanın pulunu bu şəhidin ailəsinə verib. Yəni Qarabağda şəhidlərimiz döyüşüb, şəhid olub və İlham Əliyev onlara Alona Əliyevanın bir dəfə çölə çıxdığı sumkanın dəyərini verib. Yəni 11 min manat. Və bu 11 min manatla Alona Əliyeva hər gün çölə çıxırsa, hər gün bu 10 min, 20 min manatlıq sumka ilə çıxır. Yəni bu həm də İlham Əliyev bizi, xalqı təhqir eləyir ki, baxın, Alona Əliyeva gedib şəhid ailəsini ziyarət eləyib. Necə ziyarət eləyib? Bahalı geyimi ilə, bahalı duxularla, bahalı sumka ilə. Bu İlham Əliyev bizi doluyub. Amma biz cavab olaraq İlham Əliyevi dolamayacağıq. Biz faktlar ortaya qoyacağıq və göstərəcəyik ki, İlham Əliyev alçaqdır. İlham Əliyev korrupsionerdir. İlham Əliyev acgözdür. Bu işimizi davam elətdirəcəyik.
Və təkcə o deyil, yəni Alyona Aliyevanın özü də, qızları Leyla, Arzu Əliyeva da, hansı ki mən baxdım, ya nəsə belə xəbər ortaya çıxdı, səndən kiminsə söhbətində idi, ya kimdəsə idi. Deyir ki, yox, o qurbandır, Alyona Əliyeva qurbandır, Leyla Əliyeva qurbandır, nə bilim Arzu Əliyeva qurbandır, atasının qurbanıdır. Təkcə günahkar burada Prezident İlham Əliyevdir. Baxın, bax, onlar qurban deyillər. Mən indi sizə bir şey göstərirəm. Bax, burada kimi siz görürsünüz? Kimin ad familiyasını, kimin qol görürsünüz? Bu özləri bunu heç vaxt paylaşmazlar. Siz başqa yerdə Leyla və Arzu Əliyevanın qolunu görmərsiniz də, qolu necədir. Bax, burada siz kimin pasport nömrələrini görürsünüz? Leyla Əliyevanın, Arzu Əliyevanın pasport nömrələridir. Hansı ki, bunlar sizə əlbəttə ki, göstərilmir, göstərilməyəcəkdir. Dubayda reestr xidmətindən çıxardığımız sənədlərdə göstərilir və Dubayda böyük bir Birləşmiş Ərəb Əmirliklərində böyük biznesə sahibdirlər və bu pulları hardan alıb? Bax, Leyla Əli 2004-cü ildə, bax, indi mən başqa bir şəkillərdə göstərəcəm, bir dənə buna baxalım, bunu mən video kimi yedim. Bax, bu ekranı böyütmüşəm, görsənir də burada. Birləşmiş Ərəb Əmirliklərində reestr xidmətindən çıxarılan Şəmsal Sahra FSQ şirkətidir. Hansı ki, hətta Azərbaycanda Gilan Holding də bu şirkətindir. Kəmaləddin Heydarovun da elə bilirdiniz Gilan Holding. Yox, Azərbaycan Prezident ailəsinin Leyla və Arzu Əliyevanın idi. Dubayda qeydiyyatdan keçmiş 2005-ci ildə. Baxın, bəzilər deyirlər ki, Leyla Əliyeva bəs hardan belə varlıdır, necə varlı olub? Bəs onun əri Emin Ağalarov biznesmendir də, belə də olmalıdır da. Bilmirəm, 2005-ci ildə, neçənci ildə evləniblər? 2007-də mi evlənibdir? 2007-də, 2007-2008-də. 2005-ci ildə Birləşmiş Ərəb Əmirliklərində bu şirkəti necə alır və bu şirkətin içərisində otellər necə salır? Gilan Holdingi necə bu sahiblənə bilir Leyla Əliyeva? Hə? Ailənin uğurluq pullarının hesabına bu şirkətləri qurublar da. Baxın, mən indi bunu göstərdim, səhifənin aşağı hissəsini göstərirəm. Baxın, kimdir rəhbəri? Rəhbəri Leyla və Arzu Əliyevalardır. Leyla və Arzu Əliyevalar rəhbəridir və 2018-ci ildə əl dəyişdiribdir və 50% Leyla Əliyevanındır, 50% Arzu Əliyevanındır. 2018-ci ildə, yəni 2018-ci ilə kimi bütün bunlar Leyla və Arzu Əliyevanın olub. Sonra əl dəyişdirib Talə və Heydarova 50% veriblər Nicat Heydarova və sonra baxın 2021-ci ildə 7 yanvarda Change of Ownership dəyişdiriblər. Yox, Talə Heydarovdan keçibdir. Nicat From Leyla, Leyladan. Yəni bu dəyişdirirlər, adları dəyişdirilir. 2018-ci ildə niyə bu olmuşdu? Çünki Dəfnə Qaliziya ölümü bütün dünya mediasında partlamışdı və bu mediada Azərbaycan Prezident ailəsinin adı ilə əlaqələndirilirdi. 2018-də adını tez dəyişdirdilər, təzədən keçirdilər Heydarovun ailəsinin adına. Amma sonradan təzədən keçirdilər Leyla və Arzu Əliyevanın adına. 2005-ci ildə Emin Ağalarovdan evli deyildi axı. Neftin pulları fışqırıq vuran vaxtı, fantan vuran vaxtı, bunlar o pulları yeyə, oğruya, xalqdan gizlədə Dubaylara, Londonlara daşıyıblar. Biz bu ailə haqqında danışmayaq. Hə? Bu təkcə korrupsiya cinayəti deyil, dəyərli izləyicilər, Mehman. Bu təkcə korrupsiya, maliyyə cinayəti deyil bu. Deyərsən ki, hə də, bəlkə bunu bağışlayasan. Hər maliyyə cinayətinin arxasında nə qədər qazi intiharları var, insan ölümləri var. Qazilər nədən intihar edir? Baxımsızlıqdan, pulsuzluqdan, nə qədər ailə boşanmaları var, nə qədər ailə dağılmaları var, nə qədər oğurluqlar var, nə qədər pula görə adam öldürmələr, cinayətlər var. Bunların hamısı bunlara yazılmalıdır. Bu təkcə maliyyə cinayəti deyil, bu keçiləsi bir şey deyil. Və bizi də qınamayın ki, bəzən belə aqressiv oluruq, belə bu cür danışırıq. Dərindən düşünün, dərindən düşünmək lazımdır bütün bunlara. Elədir ki, var. Mənə kimsə bəzən deyir ki, Leyla, nə bilim, saf bir mələkdir, heç nədən xəbəri yoxdur. Bu adam 2005-ci ildən hoqqaları verilmiş, şirkətlər qurur, imza atır,
milyardlar qazanır və bizə o trolların əslində İlham Əliyevin əlində olan trolların cavabıdır da ki, Leyla Əliyeva bir günahsız mələkdir, danışa bilmirsə biz onu qınamamalıyıq. O da istəyər ki, pullar balaca uşaqlara xərclənsin, xəstə uşaqlara xərclənsin. Bunlar boş söhbətdir. İlham Əliyev ancaq öz ailəsini düşünür, ancaq istəyir ki, pullar onun olsun, ancaq istəyir ki, ailəsi keyf eləsin və en qədər misal gətirə bilərik də. Yəni qazilərə 80 manat pul verən, şəhid ailələrinə 11.000 manat pul verən, qul bazarına getsinlər, fəhlə bazarına getsinlər, iş yerləri yox, hər gün bir çox müəllimləri işdən çıxardırlar, həkimləri çıxardırlar. Ölkə çox sürətlə uçuruma gedir. Yəni burada Əliyevlər ailəsi getdikcə varlanır, amma sadə vətəndaşlar getdikcə kasıblaşır. Bu uçurum var. Arada çox böyük uçurum var. İlham Əliyev düşünməsin ki, jurnalistləri həbs eləməklə, həbsxanaları doldurmaqla məsələni həll eləyəcək. Bu çıxış yolu deyil. İlham Əliyev artıq zərbəni alıb. Bundan sonra İlham Əliyev düşünməlidir ki, jurnalistləri həbsdən azad etməlidir. Düşünməlidir ki, iş yerləri açmalıdır, maaşlar qaldırılmalıdır, pensiya qaldırılmalıdır. Amma bunları etmir. Əvəzində nə görürük? Pensiya yaşını hər il, hər 6 aydan bir qaldırır. Amma bu bir tərəfdən də Alyona Əliyevaya milyonlar xərclənir, Leyla Əliyevaya şirkətlər açılır, Arzu Əliyevaya şirkətlər açılır. Yenə deyirəm ki, hörmətli izləyicilər, biz Əliyevlərə bunu bağışlamamalıyıq. Biz yenə də bu səhvə yola versək, Bala Heydər Əliyev və Alyona Əliyevanı imkan versək ki, bunlar da gəlib bizim başımızda otursunlar, vay bizim halımıza. Bizi nə bizim uşaqlarımız, nə nəvələrimiz, nə qohumlarımız, heç kim bizi bağışlamayacaq. Bu diqqətli olsun. Deyəsən, sən diqqət etməmişsən, Balaca Heydərdən çox artıq Leyla Əliyevanın reklamı gedir. Yəni, qox ki, Leyla Əliyeva Azərbaycan edər. Nə deyiz, indi ataq Leylanın şəkillərini paylaşaq biz. Daha çox özdə Rusiya çox maraqlı olar ki, o ölkənin başına gətirilsin. Bəlkə də elə Rusiyanın proyektidir. Çünki Leyla Əliyeva, elə bizim dostumuz İlqar Hacıyev daha yaxşı bilir. Özü bildirir ki, mən Moskvada Ukrayna otelində 26-cı mərtəbədə qalırmış. Bir mərtəbə aşağı Leyla Əliyeva qalırmış və nələrin şahidi olub. Bəzilərini deyirdi, bəzilərini isə deyir, abırma qısılıb danışa bilmərəm onları. Göründü, yəni Rusiyanın nələr var ki, onu istəyər ki, o gəlsin Azərbaycan başına istədiyi kimi də idarə eləsin də. Yəni, Allah çox, şirkət də öyle, şirkət deyəsən ki, əldən gedir. Ölkədir, 10 milyon insan yaşayan ölkədir. 10 milyonu qalıbsa orada. Yəni, bu çox dəhşətdir. Ölkəni də, bax, o bayaq sənədlər görsətdin, şirkəti necə bölüblər? 50% onun, 50% bunun. Ölkəni də şirkət kimi idarə edirlər. Yəni, burada da ölkəni bölüblər ki, gələ Alyona Əliyeva 30% sənin, 30% Bala Heydərin, 30% Arzunun, 90-10% Leylanın. Ölkəni də şirkət kimi idarə edirlər və ölkəni dədə malı kimi bölüblər aralarında. Bunu bağışlamaq olmaz. Biraz əvvəl görsətdiyim və Gilan Holdingin Əliyev ailəsinə məxsus olduğunu bildirən, bu Gilan Holding. Bu Gilan Holdingin hesabatlıq bir kitabıdır. Hansı ki, maliyyə hesabatını xalqa vermir onu. Sadəcə xarici bir şirkətə verir ki, əməkdaşlıq edirsin. Çünki xarici şirkətlər Azərbaycan hansısa şirkətinə əməkdaşlıq edəndə sənədinə baxır, kitabına baxır, nə işinin, necədir, sahibi kimdir və s. Onlara məcburdur verməyə. Bu da əlimizə keçib. Baxın, Gilan Holdingin 51% hissəsinə
Sahra Efsetco səhmlərinin qalan 49 hissəsini isə Şamsal Sahra Efsetco şirkətləridir. Yəni prezidentin qızları Leyla və Əliyevadır. 51% bir şirkətin adına keçiribdi, 49% isə başqa şirkətin adına keçiribdi. Hansı ki bu şirkətlər Dubayda yerləşir. Və bunu da bilirsiniz nəyə görə həm də eləyirlər? Əmin deyirlər. Bunlar inanmırlar ki, özləri belə əmin deyirlər ki, Azərbaycanda bunlar ömürlük qala bilərlər. Və qorxurlar ki, bir hakimiyyət dəyişər, bunların arxasından deyərlər, bunlar da qaçalar. Gilan Holding və holdinglər qalar Azərbaycanda. Səhərsi gün məhkəmə ilə bir söhbət olanda bu Azərbaycan şirkəti deyil ki, bu Dubay şirkətidir deyəcək. Yəni bunun sahibi Şamsal Səhra şirkətidir. O gəlib burada iddiaçı kimi hər hansısa bir nə bilim kimisinə xarici bir vətəndaşı deyəcək ki, mənim sahibim mənəm və siz buna müsadirə edə bilmərsiniz bu şirkəti. Bax bunlar da var. Doğru. Mən təşəkkür edirəm. Yayımdan çıxmadan öncə xahiş edirəm, yayımı da bəyənin, paylaşın, daha çox insan izləsin. 4-cü filmi gözləyək. Mehman nələr danışacaq o filmdə. Görüşürüz. Sağ olun.